Salam, OTK-nın 6 aprel tarixində keçirilmiş olduğu sınaq imtahanından olan ingilis dili suallarına baxaq. 8-ci siniflər üzrə qeyd edim ki, bu 9-lara uyğundur. Elə 9-lar da bu sualları işləyə bilərlər. Şərh bölməsinə PDF yazsanız, PDF-i sizə göndərəcəm. 9-lar və onlar üçün də olan imtahan kanalda var. Onu da oradan yoxlaya bilərsiniz, əgər 9-cu sinifsinizsə. Bu arada kanala abunə olmağı unutmayın, çünki həm 8-lər, həm 9-lar üçün çox faydalı yeni videolar gələcək. Onları da qaçırmamış olarsınız. 56-cı sualdan başlayaq. 56-cı sualda deməli, the results of the experiment, yəni bu eksperimentin nəticələri. Söhbət the results-dan getdi. Cəmdə dediyi cavab cəmdə olmalıdır, yəni were olmalıdır. 57-ci sualda, 57-ci sualda doğru variant olur C variantı, 1 və 3 olur. 2-yə baxanda deməli, Emma riyaziyyat problemini deməli kəsildi riyaziyyatdan deyək, problemlə qarşılaşdı, edə bilmədi. She is cheerful, o xoşbəxtdir. Əgər edə bilməzsə, riyaziyyat problemini həll edə bilməzsə, yəni şən olmaz. Ona görə məna baxımından düz gəlmədi. Riyaziyyat problemini deməli başa düşmədi, məmnundur. Başa düşmədisə, yəqin ki, biraz qəmgin olar. Cavab 1 və 1 dəqiqə. Başa düşə aləmi qatdıq bir-birinə, bir saniyə. 3-də deyir ki, o başa düşə bildi, kultmuş, elə bildim inkardır və məmnundur. Doğrudur, 3 doğru. 4-də deyir ki, həll edə bilmədi, məmnundur. Yəni, həll edə bilməsi necə məmnun olsun? Ona görə 4 də yanlış oldu. Cavab nə qaldı? 1 və 3C variantı. Keçək 58-ci suala. 58-ci sualda isə sifətin üstünlük dərəcəsi qarşısında D artikli olur. Sağ tərəfdə isə in the city deyirik və səhra adlarının qarşısında biz Z deyirik. Bunu tapmaq rahat yol, çünki bilmirsiniz in və city var, qarşısına nə qoyaq? Sifətin üstünlüyünü bildiniz ki, Z artikli olmalıdır. Buraya yazdınız bunu. Səhra adları Z ilə olur deyə başda və sonda Z artikli olan sadəcə A variantıdır. Ümid edirəm ki, faydası olar bunun da. 59-cu suala baxaq. 59-cu sualda sən yorğun görünürsənsə, biraz istirahət etməlisən deyərik. Get some rest. Etməməlisən demirik. Bunları ataq. Haven't-ın inkarı, yəni having to-nun inkarı özü ilə olmur. Ought-dan sonra to olmalıdır. Cavab 59-da Y variantı oldu. 60-cı sualda isə 1-ə C gedir. Confuse çaşdırmaq deməkdir. Kimisə nəyisə başa düşməmək, hiss etdirmək, başını qarışdırmaq, yəni prov sübut etmək, deyirsən ki, nəsə düzgündür göstərsən, 1C, 2 isə A olacaqdır. Yəni, 60-da C variantı. Keçək 61-ci suala. 61-ci suala baxırıq. Disjunctive question'dır. Are going varsa bizə nə lazımdır? Sağ tərəfdə are lazımdır. Don't do, will'dir. Bunları göndərək getsin. Və təsdiqə inkar, inkara təsdiq olduğu üçün 61-də A olur, arıntı olur. 62-ci sualda isə deməli, apple sayıla biləndir, mat sayıla bilməyənlə, a little sayıla bilməyənlə olar. Didn't buy many apples, a few apples. Cavab 1-3, yəni 62-də D variantı. 63-də bizdən deməli passivə çevirməyi istəyir. Explain hansı zamandır? Keçmiş sadə zaman. Keçmiş sadə zamanın passivi necə olurdu? Was, were, plus, fail 3. Was, were, fail 3-ü axtaraq. A-da yoxdur. Deməli, Y-də yoxdur. D-də being girib araya. Buna ehtiyac yoxdur. Bu da getdi. Everything-in törəmə olduğu üçün xəbəri cəmdə yox, təkdə olar. Cavab 63-də B variantı. 64-cü sualda shallow dayaz deməkdir. Antonim lazımdır, deep dərindir, yəni A. 65-də isə ifli cümlələrdir. If she works, will win olar, yəni C olar. Bir tərəfdə indiki sadə zaman olmalıdır, digər tərəfdə gələcək sadə zaman. Want mürəkkəb qrupda, daha doğrusu mürəkkəb tamamlıqda hansı qrup feildir? Üçüncü qrup, yəni to-lu məstər. To-lu tək başına məstər də C variantı doğru cavabdır. Keçək 67-yə. Düzgün cavab bizdən istəyir gəlik halda. Deməli, A-da nədir problem? Mothers veribdir. Cümlənin sonunda his mothers olmazdı. Apostrof S olardı. Ona görə A gedir. Deməli, B-də
the books of this student. This təkdədir, student cəmdə olmaz belə bir şey. Z soyadlarda olurdu ki, S apostrof olurdu, Z varsa, ona görə C də yanlışdır. D-də problem yoxdur. Y-də isə yeri çal deyə bir şey, my friends. Yeri çal yoxdur. Cavab 67-də D variantı oldu. 68-ci suala baxaq. Bizdən düzgün sinonimi istəyir. B. Kömək etmək, əsass kömək etmək. 1-dir. Famous məşhur, well-known məşhur. Cavab 1 və 3 olur. Digərlərinə baxaq. Güclü, zəif sinonim deyil. Pis, sakit sinonim deyil. Asan, çətin sinonim deyil. 69-cu sualda doğru variant B variantı. Emma laptopu evdə unutmuşdu. Yuxarıda bunun altına xətt çəkdim sizin üçün. Keçək növbətilərə. 70-ci suala baxaq. 70-ci sualda doğru variant D variantı. Mətndə bu cümlənin eynisini görə bilərdiniz. Altından xətt çəkdim. 71-ci sualda doğru variant olur B variantı. 10 yaşdan aşağılar pul ödəmir deyir. Keçdik digər böyük mətnə, əsas məsələyə. 72-də doğru variant B variantı. Deməli, World Science Fair bu yarmarkanın əsas məqsədlərindən biri nədir? To make science more accessible to the public. İctimaiyyətə əlçatan etməkdir elmi. Cavab B mətndə var. Vaxt baxımından bir-bir mətndə göstərə bilmirəm, çox təəssüf ki, amma qaranlıq qalan sual olsa mütləq şərhə yazın, köməkli etməyə çalışacağam. 73-də də deməli B variantı olur. Orada heç cooking performance falan, music performance yox idi. 74-də cavab Y variantı olur. 75-də mətn nə haqqındadır? A variantı idi. Activities and goals idi. Keçək digər suala. 76-cı sualda bizdən yanlışı soruşur. 76-da yanlış olan 3 və 4-dür yanlış olan. Listening suallarını birazdan şərh bölməsində, daha doğrusu videonun short bölməsində oradan yoxlaya bilərsiniz. Short video bölməsindən hazırda əlimdə yoxdur. Birazdan yəqin ki hazırlayıb qoyacağım. Burada writing var. Gördüyünüz kimi bu writingə uyğun hər hansı bir hekayə qurmusunuz. Yəqin ki yüksək bal verir bu da. Buna uyğun nə yazmışsınızsa şərh bölməsində yaza bilərsiniz. Çalışacağım ki, sizə oradan da köməkli edeyim, yoxlayayım. Belə, əziz abituriyentlər, hər birinizə bol-bol uğurlar olsun, özünüzə yaxşı baxın.